İqtisadi Hökumətlərarası Komissiyanın son iclası ötən il noyabr ayında İsraildə keçirmişdir. Biz ümumilikdə iqtisadi sahədə olan əməkdaşlıqdan məmnunuq. Burada xeyli yeni istiqamətlər və layihələr mövcuddur. Azərbaycanda 124 İsrail şirkəti fəal iş və layihələr həyata keçirirlər. Ənənəvi olaraq enerji sahəsi ən böyük əməkdaşlıq istiqamətlərindən biri və yəqin ki, birincisidir. Bu sahədə biz əməkdaşlıq barədə danışarkən 2025-ci ili xüsusi olaraq vurğulamalıyıq. Çünki 2025-ci ildə ilk dəfədir ki, əlaqələr hansısa deyək ki, enerji resurslarının təqdim olunması və satışından kənara çıxaraq, bildiyiniz kimi 2025-ci ildə bizim dövlət neft şirkətimiz SOKAR ilk dəfə olaraq İsrailin Aralıq dənizi hövzəsində icra olunan ən böyük qaz yataqlarından biri olan Tamar layihəsində 10%-lik paya sahib oldu, 10%-lik pay aldı və həmin o layihə həm İsrail, həm bir sıra digər qonşu dövlətlərin qaz təchizatında xüsusi əhəmiyyətə malik olan bir layihədir və artıq burada Azərbaycan şirkətinin İsrail böyük nəhəng biznes layihəsinə biz investor kimi çıxış edən və orada pay sahibi kimi artıq olan bir inkişafın şahidi